Salam, hər vaxtınız xeyir. Gəlin belə bir sualla başlayaq. İnternetdə göndərdiyimiz bir mesaj qarşı tərəfə necə çatır? Yəqin ki, bu sualı ən azı bir-iki dəfə indiyə qədər düşünmüşük, düzdür? Baxın, bunun arxasında görünməyən, amma bütün şəbəkələrin əsasını təşkil edən bir model var. Hansı ki, buna da deyilir OSI modeli. Açışı Open System Interconnection, açıq sistemlərin qarşılıqlı əlaqə modeli. OSI modelini həm dövlət qulluğuna, magistraturaya hazırlaşanlar yaxşı bir şəkildə bilməlidir. Eyni zamanda şəbəkəni öyrənmək istəyənlər başlanğıc olaraq ən əsas OSI modelini tam dərinliyinə kimi başa düşüb bilməlidir. Təkcə əzbərləməyən, məzunu əsas odur ki, anlaya biləsiniz. Deməli, şəbəkədən məlumat ötürülməsinin 7 mərhələyə bölünmüş bir modelidir. Mən bu videoda sizə OSI-nin 7 səviyyəsini baxın, ən sadə şəkildə plus da real həyat nümunələrlə öyrədəcəm. Gəlin başlayaq birinci səviyyəmizdən danışmağa. Birinci səviyyəmiz olacaq fiziki səviyyə. Fiziki səviyyədə deməli nə edir? Bitləri 0 və 1 şəklində ötürür. Bilirik də məlumatlarımız kompüterdə necədir? 0 və 1-lik ikilik kodlar şəklindədir. Yəni, bura elektrik siqnalları, kabellə, konnektordan olan əlaqələri nümunə götürə bilərik. Və fiziki səviyyədə istifadə olunan qurğu havdır. Hava da biz bilirik də, həmişə nə deyirik şəbəkədə? Bizim ağılsız qurğumuzdur. Məsələn, 4 dənə, 5 dənə kompüter haba qoşmuşuq, bir kompüterdən digərinə bir məlumat göndərmək istədiyimiz vaxt hab nə edəcək? Həmin məlumatı şəbəkədəki bütün kompüterlərə göndərəcək. Yəni, lap sadə dillə belə deyə bilərik fiziki səviyyəyə, məlumatın yola çıxdığı qapıdır. Sonra gəlir bizim kanal səviyyəmiz. Kanal səviyyəsi elə bil ki, eyni lokal şəbəkədə cihazların sadəcə əlaqəsini qurur. Bu MAC adreslə işləyir. Hansı qurğular var? Switchdir, bridgedir. Əsas bunlarda. Switch halın sadəcə ağıllı versiyasıdır. Sırf MAC table-dan, MAC adreslərindən işləyə bilirdi. Bridge də müxtəlif topologiyalı, eyni protokollu şəbəkələri birləşdirmək üçün idi. Və eyni zamanda kanal səviyyəsində xətalar, yəni səhvlər aşkar edilir. Özdə bu qəbul sualıdır. Belə düşünün də, yəni kanal səviyyəsi nədir? Eyni binadakı mənzillər arasında poçtun paylanması. Elə bil ki, hər ev üçündə nömrəni bir MAC adres kimi düşünə bilərsiniz. Sonra gəlir bizim şəbəkə səviyyəmiz, yəni network. Şəbəkə səviyyəsi məlumatın hansı şəbəkəyə gedəcəyini müəyyən edir. Ondan sonra baxın, əsas IP ünvanlar işləyir şəbəkə səviyyəsində. Təbii ki, internetdən IP-dən söhbət gedirsə, hansı qurğudan, yəni routerda. Azərbaycan dilinə qəşəng tərcümələri var, marşrutlaşdırıcı. Hətta baxın, switch-ə kommutator, haba, konsentrator, biricə körpü deyirlər. Siz şəbəkə səviyyəsindən belə də düşünə bilərsiniz. Elə bir ki, Bakıdan Kürdəmirə hansı yolla getmək lazımdır? Baxın, bu tip situasiya olur şəbəkə səviyyəsində. Sonra gələcək bizim nəqliyyat, yəni transport səviyyəmiz. Transportda, yəni nəqliyyatda məlumat hissələrə bölünür. Bunun üçün TCP əgər tam şəkildə göndəriləcəksə UDP protokolundan istifadə olunur. TCP məlumatlarımızı segmentlərə, hissələrə bölür, paketlər şəklində salır, nömrələyir, qarşı tərəfə çatdırır. Elə bil ki, bir dənə kuryer var, bütün bağlamaların tam şəkildə çatmasına nəzarət edir. Elə TCP-nin açışı nədir? Transmission Control Protocol. Verilənlərin ötürülməsinə nəzarət edir. Elə bil ki, daha doğrusu, böldüyü hər hissəyə ayrıca nəzarət edir ki, görüm sən qarşı tərəfə tam olaraq təhlükəsiz şəkildə tam olaraq gedib çatdınmı, yoxsa çatmadınmı? Bunların hamısı transportda baş verir. Ondan sonra gəlir bizə seans səviyyəsi. Belə imtahan üçün öyrəniriksə, sadəcə aşağı və yuxarı səviyyələr arasında əlaqə yaratmaq üçündür. Ümumiyyətlə, əlaqəni həm başladan, həm idarə edən bir səviyyədir. Məsələn, onlayn görüş zamanı bağlantının qurulması hamısı seansda baş verir. Ən ingiliscə session səviyyəsi də deyilir. Danışığın başlanılması və bitməsi kimi nümunə göstərə bilərik. Sonra gəlir presentation, yəni təqdim etmə səviyyəsi. Təqdim etmədə məlumatın formatı uyğunlaşdırılır. Ondan sonra sintaksis yoxlanılır.
Şifrələmə, sıxlaşdırma işləri hamısı baş verir təqdim etmədən. Tamam ki, göndereceğimiz failin tipi JPEG-dir, PNG-dir, MP4'dür, PDF-dir və s. Ən sonuncu gələcək application, yəni tətbiqi səviyyə. Artıq istifadəçinin gördüyü hissədir. Proqramlar hansı ki şəbəkə ilə burada əlaqə yaradır. Məsələn, HTTP, HTTPS, SMTP, FTP, brauzerlər, elektron poçt proqramlarına bura nümunə göstərə bilərik. İstifadəçi şəbəkənin görüşdüyü yer. Artıq görürük ki, məsələn, qarşı tərəfdən bizə məlumat gəldi, çatdı. Biz məlumatı gördük. Nə olacaq bu? Tətbiqi səviyyə. Okey, deməli, OSI modeli də bu şəkildə. Yenə OSI ilə bağlı başqa bir sualınız olarsa, kommentlərə yaza bilərsiniz. Oldu, sağ olun.